Salam Azərbəy, mənim sizə sualım olacaqdı. Anal seks ilə bağlı cavablandırsanız çox məmnun olaram. Anal seks etmək istəyirəm, amma günahdır deyə bilirəm. Bilmirəm nə edim. Ümumiyyətlə anal seks barəsində əgər iki tərəf də razıdırsa, qarşılıqlı və təmizliyə riayət olunursa etmək olar. Anal seks barəsində zəhmət olmasa, günah mövzusunda tam bilgili olmasam da mənim də bildiyim qədərilə haram buyurulubdur anal seks. Tibbi cəhətdən, psixologik cəhətdən, əgər iki partnyor da razıdırsa və bütün təmizliyə riayət edirsə, anal seks bir fantaziya olaraq edilməsində psixolojik tərəfdən heç bir əngəl görülmür. Bəzən tibbi olaraq sfinkterlərə, yəni anal sfinkterə zərər etdiyini qeyd edirlər, amma bu mövzuda da sübutlar yoxdur. Anal sfinkteri, anal seksin zərər verdiyinə dair bir şey yoxdur, məlumat yoxdur. Digər bir şey var ki, anal əlaqə zamanı sürtünmə çox olduğu üçün bu bəzi infeksiyaların keçməsinə, yəni partnyorda hər hansı bir infeksiya varsa, vaginal seksdən daha çox ehtimaldır ki, bu anal seks vasitəsilə keçsin. Qanamalar və çatlar ola bilər. Penis əgər böyükdürsə, qorxu səbəbi ilə anal bölgədə sıxılma çoxdursa, bunun kimi ağırlaşmalar ola bilər. Amma ümumilikdə hazırlıqlı şəkildə etdiyinizdə tibbi və psixolojik cəhətdən bir əngəl göstərir.